Ruslan qızı gündəmdə hadisələr an-ba-an proseslərin gedişatını dəyişməkdədir. Yeni informasiyalar, yeni məlumatlar əldə etməkdəyik. Elə savaşın hətta an etibarı ilə belə bitəcəyini ehtiva edən açıqlamalar belə rəsmilər tərəfindən səsləndirilir. Daha çox Amerika Birləşmiş Ştatları rəsmilərinin elə Donald Trump da başda olmaqla bu informasiyaları tirajladığını, artıq İranın mübarizə üçün heç də gücünün olmadığını və ateşkəs istəyində bulunduğu məlumatları dilə gətirilməkdədir rəsmilər tərəfindən. Eyni zamanda ən son alınan məlumatlardan da biri ali dini rəhbərin Xameneyinin təyyarəsinin vurulması ilə bağlı idi. İsrail mənbələri bu məlumatı hal-hazırda tirajlamaqdadırlar. Bu buraxılışımızda isə biz daha çox İranda Sepah və Bəsicin əsas ordu qanatlarının, belə desək, İranda birmənalı şəkildə İsrail raket hücumları tərəfindən demək olar ki, topyekun dağıdılması mövzusunu müzakirə edəcək. Bu mövzuda, bu məsələdə, yəni çox ciddi zərbələrin həyata keçirildiyi ilə bağlı, Sepahın əsas qərar verici şəxslərinin, hərbi elitanın tamamilə aradan qaldırılması ilə bağlı məlumatlar da hal-hazırda tirajlanmaqdadır ki, elə bu istiqamətdə bütövlükdə isə savaşın gedişatı ilə bağlı siyasi ekspert Müşfiq Abdullahın fikirlərini eşitmiş olacaq. Müşfiq bəy, xoş eşitdik sizi. Salam Züleyxan, xoş eşitdik. Təşəkkür edirik bağlantı üçün. Müşfiq bəy, elə ilkin olaraq Sepah və Bəsicin İran daxilində hərbi elita çərçivəsində olan nüfuzunu və bu nüfuza İsrail tərəfdən olan raket zərbələrinin hansı səpkidə zərər verməsi ilə bağlı sizin fikirlərinizi eşitmək istərdik. Bəli, demək olar ki, hər gün elə bir gün olmur ki, Sepahın və ya Bəsicin rəhbərliyində olan yüksək rütbəli zabitlər, komandirlər məhv edilməsin və onun hərbi arsenalı dağıdılmasın. Və bu isə o deməkdir ki, hər gün Sepah öz gücünü itirir, zəifliyir və onun strukturu artıq sıradan çıxarılır. Bütün bunlara baxmayaraq yenə də mən hesab edirəm ki, Sepahın strukturu qalır və buna görə də hərbi əməliyyatların davam etdirilməsi gözlənilir. Çünki bilirsiniz ki, hərbi əməliyyatlar başlayanda Amerika prezidenti Donald Trump 4 həftə müddət demişdi və bu 4 həftə sonradan bir 4-6 həftə rəqəmi də səsləndi müddəti. Yəni bu baxımdan hesab edirəm ki, hələ indi bugün əməliyyatların 17-ci günüdür. Ona görə də əməliyyatlar bir müddət davam edə bilər. Lakin əsas məqsədə çatmaq üçün yəqin ki, İsrail və Birləşmiş Ştatlar hərbi əməliyyatları davam etdirməyə çalışacaqlar. Xüsusilə də Trump'ın ola bilsin ki, daxili təzyiqlər fonunda, yəni Konqresdə, Senatda baş verir, daxili təzyiqlər fonunda geri çəkilməsi mümkün olsun. Amma bu tam geri çəkiləcəyini mən inanmıram. Hətta ateşkəs müqabilində danışıqlara getmək belə bugün Amerika prezidentinin əleyhinə işləyən faktor ola bilər. Ona görə İsrailin də bu amillə razılaşacağını düşünmürəm. Çünki hərbi əməliyyatlara başlamaq lazım idisə bunu yekunlaşdırmaq lazımdır. Axıra qədər bunun üzərinə getmək lazımdır. Yoxsa İran bir neçə ildən sonra yenidən güclənəcək, yenidən öz terror fəaliyyətini bərpa edəcək, yenidən həmin o cinayətkar fəaliyyətini bərpa edəcək və həmin İran olacaq. Və İran, biz əvvəlki buraxışlarımızdan birində də sizinlə bu arada danışmışıq ki, İran, Amerika Birləşmiş Ştatlarının xarici siyasətində və milli təhlükəsizliyində artıq bir İran məsələsi var, İran problemi var və bu problem həllini tapmalıdır. Və bunu məsələni də indi gəlib Trump'ın prezidentliyi dövrünə düşüb və bunu axıra qədər getməlidirlər və həll etməlidirlər. Yəni, indi əməliyyatları dayandırıb, yəni generallar öldürüldü deyib, sonra da 440 kiloqram, bəzi rəqəmlərə görə 460 kiloqram zənginləşdirilmiş uranı İranda qoyub çıxıb getmək bu, bilirsiniz, gələcəkdə daha böyük fəlakətlərə gətirib çıxara bilər. Ona görə də İran rejimini tamamilə çöktürmək üçün Birləşmiş Ştatlar və
İsrail yəqin ki, hərbi əməliyyatları ən azı ilkin nəticələr əldə edilənə qədər davam etdirməyə çalışacaqlar və bu ilkin nəticələr nədən ibarətdir? İranın nüvə, zənginləşdirilmiş nüvə ehtiyatının tamamilə müsadirə olunması, raket ehtiyatının məhv edilməsi, yəni balistik raket ehtiyatının məhv edilməsi və orada artıq o raket istehsalına məhdudiyyətlərin və ya qadağaların qoyulması ilə bağlı hər hansı bir razılaşmanın imzalanması, daha dəqiq desək, təslimçilik aktının imzalanması İran tərəfindən bu sonraki məsələdir artıq. Yəni, hərbi əməliyyatların gedişindən asılıdır. Bütün bunlara nail olmayınca, paralel olaraq da bilirsiniz ki, son günlər Amerika Birləşmiş Ştatları, İsrail Livan'da Hizbullahın da mövqelərinə zərbələr indirir. Yəni, proksi qüvvələrini də sıradan çıxarır, zərərsizləşdirirlər və belə bir vaxtda bunlar öz məntiqi nəticəsini çatmayana qədər bu əməliyyatların yarımçıq dayandırılması sonradan həm daxildə qarşıdan gələn seçkilərdə Donald Trump'ın əleyhinə işləyən faktora çevrilə bilər, həm də ki, İranın yenidən bir neçə ildən sonra kənar dövlətlərin gücü ilə yenidən möhkəmlənməsinə, yenidən öz hərbi qüdrətini bərpa etməsinə və böyük təhlükələrə gətirib çıxara bilər. Ona görə də bu hərbi əməliyyatlar davam etməlidir. Yəni, davam etməlidir deyəndə ki, bunu əməliyyatı başlayan tərəflər qərar verirlər. Amma bugün Donald Trump'ın Hörmüz boğazının açılması üçün Avropa ölkələrinə, Yaponiya, Çinə müraciət etməsi də göstərir ki, hətta o belə bir ifadə işlədib ki, əgər Avropa ölkələri dəstək verməsələr, NATO'nun gələcəyi sual altına düşür. Şübhə yaranı NATO'nun gələcəyinə bir növ təhdid edib Avropanın. Və bununla da o bir hərbi koalisiya formalaşdırmaq istəyir, Harkadasını tutmağa və eyni zamanda Hörmüz boğazını açmağa. Və bu onu göstərir ki, gələcəkdə hətta quru qoşunlarının çıxarılması da hələlik Harkadasına mümkün hesab edilir, nəzərdən keçirilir. Amma ümumilikdə İranın təhlükəsizlik sisteminin bir sütunu siz də qeyd etdiyiniz kimi Sepahdır. Yəni, İslam İnqilabı Keşikçiləri Korpusudur. Onun yarım hərbi qanadı olan mülki geyimlərdən ibarət bəsicidir. Amma məsələ burasındadır ki, sual olunur, nəyə görə bu qədər güclüdür? Yəni, doğrudan mı Sepah məğlub edilməzdir? Doğrudan mı? Yəni, onun ətrafında artıq bir mif də formalaşır. Doğrudan mı bəsic bu qədər güclüdür? Mən tarixə nəzər salsaq, Sepahı bir növ SSR yeri yarananda, Sovet dövləti yeri yarananda bir ÇK vardı da, Rusça ÇK deyirlər, Fövqəladə Komissiya. Sonra onu adını dəyişlər, GKÇP, Fövqəladə GKÇP deyirlər də Rus dilində. O, həm Daxili İşlər Nazirliyinin funksiyasını yerinə yetirdi, həm də ki, kəşfiyyatın funksiyasını yerinə yetirdi. Ordudan fərqli bir qurum idi və ölkədə repressiyalarda onlar rəhbərliyi edir. Fövqəladə hal bir növ komissiyası, bəli. Dövlət Təhlükəsizlik Komitəsi yarandı, Daxili İşlər Naziri bunlara ayırdılar sonra bu strukturları. Bu, deməli, həmin o ÇK, Fövqəladə Komissiya ölkənin o ideologiyasının qoruyucusuydu, təminatçısıydı. Yəni, o vaxt ən güclü repressiyalarda onlar həyata keçirirdilər. Yəni, bir növ ona bənzəyir. Onunla müqayisə edərdim. Deməli, Sepahı onunla müqayisə edərdim. Və Sepahın güclənməsi, güclü olmasında digər amil ondan ibarətdir ki, o, məsələn, sonradan yaranmış bir qurum deyil. Əslində, o, İslam İnqilabından sonra vaxtilə Şah dövründə mövcud olmuş SAVAK-ın bazasında, yəni əsas kəşfiyyat orqanı olan və təhlükəsizlik orqanı olan SAVAK-ın bazasında yaradılır və mən səhv etmirəmsə, deməli, o vaxt Xomeyni, Ruhullah Xomeyni hakimiyyətə gələndən sonra onları bir növ
amnistiya elədi, əff elədi, toxunmadı onlara və kim bu xidmət etmək istəyirsə, onları dəvət etdi və onlar da tamamilə keçdilər yeni hakimiyyətin tərəfinə. Əslində bu elə şahın yıxılmasında mühüm rol oynamışdı. Keçdilər şahın tərəfinə və onun strukturunda, onun bazasında, Xomeynin tərəfinə keçdilər. Onun bazasında İslam İnqilabı Keşikçiləri Korpusu yarandı və bu da nəticədə özülü olan bir orqan idi. Yəni siyasi, hərbi, təhlükəsizlik, strukturu olan, əsası olan bir orqan idi ki, bu da onun gələcəkdə güclənməsinə və hakimiyyətin dayağına çevrilməsinə mühüm rol oynadı və sonra artıq o vaxtdan da 47 il keçib və hakim ideologiyanın təsiri altında yeni bir həm hərbçilərdən, terrorçulardan ibarət yeni nəsil yetişib, ideologlar yetişib və onlar da cəlb olunub bu quruma. Ona görə də bu kifayət qədər möhkəm qurumdur və nəhayət onun güclənməsində Sepahın ölkənin iqtisadiyyatına nəzarəti ələ alması deməli mühüm rol oynadı. Ölkənin maliyyə sahələrini, maliyyə sektorunu, bank sektorunu, kənd təsərrüfatını, sonra əczaçılıq sahəsini və digər sahələr hamısını nəzarətə aldılar. Burada məqsəd nə idi? Çünki elə sahələr vardı ki, onların deməli İran bilirsiniz ki, ağır sanksiyalar altında olan ölkə idi və legal iqtisadi ticarət əməliyyatları apara bilmirdi. Sepah isə bunu həm qeyri-legal yollarla həyata keçirə bilirdi. Həmin o ticarət əməliyyatlarını. Həm də ki, elə sahələr vardı, məsələn, dərman algı-satısı, məsələn, əczaçılıq sahəsi. O sahələrdə sanksiyalar yox idi. Onlara nəzarəti ələ almaqla, faktiki olaraq o yollarla gəlir əldə edilirdi. Və bu vəsaitlər keçirdi, yaxud bank sektorunda, yəni tam sanksiyalara məruz qalmamış sahələr, oradan gələn gəlir birbaşa deməli keçirdi, Sepaha köçürdü və onlar küllü miqdarda beləliklə iqtisadi gəlirlər əldə elədilər və güclənməyə başladılar. Bu isə nəticədə Sepahın dövlət içində dövlət kimi formalaşmasına gətirib çıxartdı. İndi məsələn bugün konstitusiya ilə, qanunvericiliklə həm Sepahın, Bəsicin elə imkanları var ki, yəni onlar istədiyi hərəkəti edir və xalqın da faktiki olaraq onlara gücü çatmır. Bugün xalq görürsünüz də kütləvi etiraz aksiyalarına qalxır, dinç aksiyalara qalxır və qanunvericiliklə onlara atəş açılır, güllələnir, amma heç bir cəza tədbiri onu öldürənlərə qarşı görülür. Yəni, Bəsic bu qətliyamı ilə sonuncu yanvar aksiyalarında da biz gördük. Ondan əvvəl 2 il öncə baş verən qadın azadlığı hərəkatı ilə bağlı etiraz aksiyalarında Məhsə Əminin öldürülməsinə etiraz olaraq keçirilən aksiyalarda və illər öncə keçən bütün aksiyalarda dinç etirazlar gülləbaran edilib və xalq öldürülüb, insanlar öldürülüb, gənclər öldürülüb. Amma bütün bunlara qanunvericiliklə icazə verilib, təsbit edilib və ali rəhbərin də icazəsi olub. Ona görə də bugün Sepah, necə deyərlər, gözün üstə qaşın var deyən yoxdur Sepaha. Və xaricdən də baxırlar, görürlər. Bugün Amerika Birləşmiş Ştatlarda, başqa dövlətlər də görürlər ki, əsas burada təhlükə mənbəyi İranın bel sütunu Sepahdır və Sepah qaldıqca nə daxildən etiraz aksiyaları nəticə verəcək. Çünki güc əlindədir və dinç əhaliyə qarşı istənilən zorakılıq aktını həyata keçirir. Nə də ki, xaricdən deməli, hərbi əməliyyatlar nəticə verəcək. Ona görə də bu qüvvəni sındırmayınca, bu qüvvə, bu təhlükə mənbəyi aradan qalxmayınca heç bir nəticəsi olmayacaq. Əslində elə xaricdəki proksi qüvvələrin
həyat deməli maliyyələşdirməsi, təşkilatlanması, terror şəbəkəsinin qurulması, bütün bunlar hamısı elə Sepahın əli ilə həyata keçirilir. Bu günlərdə ortaya çıxan bir məlumat da çox rezonans doğurdu. Bilirsiniz ki, keçmiş o işğal olunmuş ərazilərdə qondarma rejimin dırnaqarası deputatı Armaiz Ağabekyan da belə bir açıqlama verdi ki, Qasım Süleymani gəlmişdi həmin vaxt, Lüks qüvvələrin komandanı gəlmişdi Qarabağa və o deməli istəmirdi. Azərbaycan öz ərazilərini deməli Azərbaycanın Arçaxa qarşı, dırnaqarası Arçaxa qarşı hərbi əməliyyatlar keçirilməsini onun istəmirdi və müdafiəsini, Arçaxın, dırnaqarası Arçaxın müdafiəsini təşkil etmək üçün çox işlər görüb o, belə ifadə işlədi. Yəni ki, və orada bir ifadə mənim diqqətimi cəlb etdi. O deyir ki, Qasım Süleymani deyirdi ki, öz evində oturub sülhü gözləməkdənsə, deməli, düşməni evindən kənarda qarşılar. Bu isə o deməkdir. Yəni, İran tarixən həmişə, deməli, başqa öz sərhədlərindən kənarda, düşməni öz sərhədlərindən kənarda qarşılamaq strategiyasını əsas götürüb və ona görə də yaxın şərqin hər yerinə deməli proksi qüvvələr yayıb, terror şəbəkəsi qurub ki, düşmənlərinə qarşı orada mübarizə aparsın. Lakin artıq onun qırmızı xətti sındırılıb, dağıdılıb və İran öz sərhədləri daxilinə sıxışdırılıb və indi İranın öz sərhədləri daxilində gedir mübarizə. İran bu siyasətini Cənubi Qafqazda da həyata keçirmək istədi. İran bunu Azərbaycanda da həyata keçirmək istədi. Hüseyn terror təşkilatı yaratdı. Lakin bu məqsədinə nail ola bilmədi. İndi isə görürsünüz, Naxçıvan ərazisinə dronların atılması nədən xəbər verir? Ondan xəbər verir ki, İran bu münaqişəni Cənubi Qafqaza keçirmək niyyətindədir. Burada əsas məqsədlərdən biri Azərbaycan ilə Ermənistan arasında deməli, kommunikasiyaların açılmasına mane olmaqdır. Zəngəzur dəhlizinin açılması, Trab marşrutunun açılmasının qarşısını almaqdır. Təsəvvür edin ki, Azərbaycan Ermənistan arasında sülh müqaviləsi yoxdur bugün. Və Cənubi Qafqaza bir münaqişə, müharibə yayılsa, hipotetik baxımdan belə təsəvvür edək də və bu hansı nəticələrə gətirib çıxara bilər. Yəni, İranın Zəngəzura ərazi iddiası var. Sadəcə olaraq Rusiyaya görə bunu çox açıb bükə bilmir. Onların qafamda vaxtilə konsulluq açması da elə belə deyildi. Yəni, İran öz şimal sərhədləri boyu bir bufer zona yaratmaq istəyir ki, öz düşmənlərini belə deyək, sərhədlərindən xaricdə qarşılasın. Ancaq indi vəziyyət dəyişib. Artıq İranı öz sərhədləri daxilinə sıxışdırıblar və burada onun deməli, rejimin artıq vurulması prosesi gedir. Ya bu rejim dəyişməlidir, yəni xarakterini dəyişməlidir, siyasətini dəyişməlidir. Rejimin özü dəyişməsə belə o siyasətini dəyişməlidir. Ya da ki, onu dəyişəcəklər. Yəni, bax, vəziyyət belədir bugün. Müşfiq bəy, rejim dəyişmədən onun xarakterinin dəyişməsinə bəs inanmaq mümkündürmü? Çünki bu rejimin elə mahiyyətində əslində həmin xarakter mövcuddur axı. Yəni, rejim elə bu xarakter üzərində formalaşıb. O xarakteri dəyişməklə bu həm də elə formanın dəyişməsinə gətirib çıxarmazmı sizcə? Açığı bunu deyirlər, amma mən inanmıram. Şəxsən mən inanmıram ki, İranda rejim dəyişmədən hansısa bir proseslər, hansısa bir, necə deyim, yenilik baş versin. Çünki İranda, belə deyək də, baş verən proseslər, biz son 47 ili təhlil etsək, görərik ki, İranda ümumiyyətlə, bax, bugün Qərb bütün variantları masaya qoyarsa, nələr ola bilər? Birinci istiqamət, İranda mötədil rejimin formalaşması, deməli, bu mümkün olmadı. Yəni, bunun ən belə pik həddi 2009-cu ildə baş verən Yaşıllar hərəkatı. Yəni, bu mümkün olmadı və artıq bu rejimin ideoloji bazası elə qurulub ki, siyasi bazası elə qurulub ki, onu dəyişmək və
mütədil bir İslam rejiminə çevirmək istər-istəməz o el arasında məşhur bir söz var, populyar bir söz var. SSR-də Qarbaçov variantı. Bəli. Belə bir vəziyyətə gətirib çıxaracaq və bu rejim dağıla bilər. Yəni bu mümkün deyil. Artıq mütədil bir İslam rejimi qurmaq mümkün deyil. İkinci variant İranda dünyəvi dövlətin qurulmasıdır. Dünyəvi dövlət qurulsa, bu yəni dünyəvi diktaturanı da bərpa etmək mümkün deyil. Çünki indi artıq 20-ci əsrin ortaları deyil, bilirsiniz. Və dünya başqa dünyadır, vəziyyət başqadır, geosiyasi şərtlər də başqadır, insanların düşüncə tərzi, həyata baxışı, indi son vaxtlar hamının tez-tez işlətdiyi bir söz var, texnologiyalar, bütün bunlar hamısı başqadır, yanaşmalar başqadır. Ona görə də artıq İranda şah diktaturasını bərpa etmək mümkün deyil. Bunu Rıza Pəhləviyə dəstək verər, əgər mümkün olsaydı Rıza Pəhləviyə dəstək verər də Trump administrasiyası. Onlar da anlayır ki, artıq dövran deyil və bunu şah diktaturası yaratmaq olmaz. Ona görə də İranda bir dünyəvi dövlət qurulsa, gərək İranda yaşayan xalqların da milli hüquqları təmin olunsun, İranda bir fundamental azadlıq da təmin olunsun, İranda bir insanlara azadlıq verilsin, hüquqları verilsin. Bu halda demokratik ənənələr şəffaf olsun, şərq ölkəsidir. Başa düşürəm, İran şərq ölkəsidir. Orada bir qədər fərqlidir düşüncə tərzi, yanaşmalar. Amma məsələ burasındadır ki, İranın bütövlüyünü də belə saxlamaq üçün gərək insanlara azadlıq verirsən. Yox, azadlıq versən, yenə insanlar bu imkanlar həmin millətlərə, xalqlara istərsəniz gələcəkdə şərait yaradacaq ki, daha çox istəsinlər. Yəni öz hüquqlarını özləri müəyyən etsinlər, öz talihlərini, siyasi talihini özləri müəyyən etsinlər. Və burada artıq İran mini imperiyadır, onu artıq saxlamaq mümkün olmayacaq. Yox, əgər verməsələr, artıq insanlar mübarizəyə qalxacaqlar. Düz deyil, məsələn, bəziləri qulaq asırlar bizim verilişlərə, çıxışlarımıza, görürəm, çıxırlar, etirazlar edirlər, fikirlər səsləndirirlər, bizi gah maksimalist hesab edirlər, gah tənqid ateşinə tutulanlar da var ki, bunlar nə danışır, niyə elə danışır, İran böyük dövlətdir, minillik qüdrəti filanı, İranın minillik qüdrəti filan yox. İran 1925-ci ildə yaradılıb, süni şəkildə, 37-ci ildə də İran sözü o vaxt beynəlxalq sənədlərdə tətbiq olunub, ona qədər Persiya gedirdi və ondan sonra da güclə o Pəhləviləri hakimiyyətdə saxlayırlar və nəticədə sonra da İslam inqilabı baş verir. Yəni İran ilə bir uzun tarixi də yoxdur. Orada Türk dövlətləri olub, orada Qacarlar olub və s. Nadir Şahın dövləti olub. İndi tarixə çox varmaq istəmirəm. Məsələ burasındadır ki, tarixi bilməməklə də bugünü anlamağımız biraz çətin olur. Əslində elə tarixə bir növ ekskursiyanın olunması bu yöndən çox vacibdir. Bilirsiniz, orada yaşayan soydaşlarımızı götürək də. Məsələn, onlar tarixi, onlar ilə informasiya blokadasındadılar ki, məsələn, onlar tariximizi yaxşı bilmirlər. Mən özüm şahid olmuşam dəfələrlə, yəni bunun çox acınacaqlı təsir bağışlayıb mənə. Ancaq bizim öz vətəndaşlarımızın, yəni burada yaşayan soydaşlarımızın, vətəndaşlarımızın durub belə cahil bəzən fikirlər söyləməsi, bax bu istər-istəməz insana təsir edir. Yəni kənardan görürsən də İranda nə baş verdiyini görmək üçün münəccim olmaq lazım deyil. Kənardan baxanda aydın görünür ki, orada vəziyyət necədir. Durub İranın müdafiəsinə qalxmaq, nə bilim, ya bu adamları kimlərsə danışdırır, ya da ki, nə bilim, elə populizmə, bunlar sadəcə populizm danışırlar, biz də qulaq asmışıq, inanmışıq, amma indi görürük ki, yox elə deyil.
Mən bir dəfə vaxt icazəniz olarsa sizə bir misal çəkim. Məsələn, mən düşünürəm ki, elə təkcə 1-ci və 2-ci Qarabağ müharibəsində İranın Azərbaycana bax elə bizim vətəndaşlarımıza olan mövqeyini diqqətə çatdırmaq həmin o cahillərə veriləcək ən yaxşı nümunədir, ən yaxşı cavabdır. Bəli. Bugün deməli, əslində adını dindar qoyub, İranın müdafiəsinə qalxanlar, ağası üçün özünü şəhid etməyə hazır, belə canından keçməyə hazır olan adamlar, Azərbaycan prezidenti də dəfələrlə bu məsələni qaldırıb ki, Azərbaycan məscidlərində donuz fermasını çevirmişdilər. Bir dəfə səslərini çıxartmadılar. Azərbaycan məscidlərinin üstlərinə Fars məscidi yazdılar, İran məscidi yazdılar, İrəvanda, Şuşada. Niyə bir dəfə səslərini çıxartmadı bu insanlar? Deməli, bu adamlar gedirlər məscidlərə, orada bu adamlara, belə deyək də, dini moizə yox, əməlli başlı siyasi təlimat keçirlər. Məndə olan məlumatlara görə, bu Nizam metrosunun yanında məscid var, o Hacı Sultan Əli məscidi. Orada yaxşı siyasi təbliğat gedir. İranın siyasi təbliğatı gedir. Niyə bu adamlar barəsində bir tədbir görülmür? Niyə yoxlanılmır? Niyə araşdırılmır? Yəni, bu adamlar rayonlarda, məscidlərdə aparırlar məktəbliləri, az yaşlı uşaqları aparırlar. Hamısı bu məscidlər kimin nəzarətindədir? Nəyə görə həmin məscidlərdə İsrailin əleyhinə təbliğat gedir, həmin Amerikanın əleyhinə təbliğat gedir, nə bilim, orada Sepahın təbliğatı gedir, Sepaha rəğbət yaradılır. Nədir bu adamlar, mən başa düşmürəm, bura dil öyrənməyə gedirlər, Quran namaz qılmağa gedirlər, yoxsa hansısa bir siyasi, sonra da aparırlar, quru sərhədləri bağlıdır, vaxtda var idi, aparırlar, Məşhəddə, Qumda, orada da ələ alırdılar onları, kəşfiyyat orqanları. Yəni, bu təhlükələr hələ soğuşmuyub, hələ qalır və bütün bunlar hamısı Sepahın xətti ilə həyata keçirilir. İslam İnqilabı Keşikçilər Korpusunun xətti ilə həyata keçirilir. O ideoloji baza qalır, o xət qalır, o struktur qalır. Onu zərərsizləşdirmədən nəticəyə nail olmaq mümkün deyil. Halbuki, bilirsiniz, biraz oradakı insanlar açıq cəmiyyətə meyillidir. Mən Tehranda olmamışam, amma məsələn, dəfələrlə Cənubi Azərbaycanda olmuşam. Mən görürüm, orada insanlar başqa həyat tərzini alır. Çünki insana nəyə qadağan eləyərsən, ona meyil eləyir. Bir dəfə mən Təbrizdə bir gənc xanımla rastlaşdım. Belə hadisələr çox olur, birini danışıram. Məsələn, o mənə dedi ki, siz də deyirlər ki, xanımlar başı açıq gəzir. Doğrudur. Onlar da biz 20-21 yaşı. Dedim, bəli, başı açıq gəzir. Deyir, ağa, mən də başımı açmaq istəyirəm. Dedim, aç da, aç, niyə açmırsan? Dedim, malvalardan qorxuram, məni şallaqlayarlar. Bilirsiniz, bu mənə çox pis təsir göstərdi. Həqiqətən də çox pis təsir göstərdi. Yəni, bu gənc qız insan kimi, normal insan kimi yaşamaq istəyir. Bu adam başqa məqsədi yoxdur da. Yəni, başını örtüb, indi də azaddır. Bizdə də azaddır. Dedim, bizdə azadlıqdır. Dedi, sizdə başını örtən yoxdur. Dedim, var, azadlıqdır. Kim istəyir örtür, ona qanun icazə verir və hörmətlə yanaşırıq və bu da borcumuzdur. Kim istəyir başını açır, bu da qanun icazə verir. Bizdə dedim, bərabərlikdir. Görürəm ki, heyrətlə mənə baxır. Və bu qızlar, o qız və ya digərləri küçüyə çıxıb etiraz edəndə onu gülləliyirlər. Ya da ki, onu aparıb edam edirlər. Həmən o ağanı, həmən o məhkəmə hakimiyyətinin rəhbəri var, Eceyi. O qatildir, o cinayətkardır. Bu cür adamların fərmanınla, fitvasınla, göstərişinlə gənc qızları aparıb edam edirlər. Mən bu yaxında bir videoya baxdım, yayılmışdı sosial şəbəkələrdə, bəlkə siz də görmüşsünüz. Bir ana Ərdəbildə öz oğlunun məzarı üstündə fəryad edir. Yəni, o yanvar hadisələrini öldürüblər. Nədir bu adamın, yaxud onun oğlunun günahı?
Ona göre ki insanlar azadlıq istəyir. Ona göre onlar hiçbir siyasi tələb irəli sürməmişdilər orada. Onlar sadece olarak deməli, realın devalvasiyasına etiraz edirlər. Çünki insanların dolanışığına, güzaranına pis təsir göstərir. Və bütün bunlar, bu cinayətləri Sepahın əlindən, Bəsicin əlindən törətdilər. İndi artıq bu insanların dövrü bitib. Həm siyasi ömrü bitib, həm ideoloji ömrü bitib və onların artıq kənara çəkilmək zamanıdır və xalqın öz öhdəsinə buraxmaq lazımdır. O İranda yaşayan xalqlar, İran cəmiyyəti, əhali özü qərar versin. Və mən inanmıram ki, həmin insanlar yenidən İranda İslam rejiminin bərpasında maraqlıdır. Yenidən o qəddar rejiminin bərpasında maraqlıdır. Mən buna inanmıram. Yəqin ki, insanlar dəyişikliyi gözləyirlər. Sadəcə olaraq hələlik indi bəzən sorğular göstərirlər, görürəm. Güya ki, ticarətçilər, nə bilim, sakinlər Trumpa, İsrailə etiraz edir və bildirirlər ki, nə istəyir o bizdən? Yəni, İran çəkilib, İran oturub öz yerində, heç kimin işi yoxdur, yalandır. Belə bir şey yox. Biziz İran məsələsi Amerika üçün belədir ki, Amerika onu zərərsizləşdirməsə, səhəri gün İran Amerika üçün problem yaradacaq. Yəni, biz burada Amerikanın müdafiəçisi deyilik. Yəni, burada Amerikanın müdafiə eləmiyor. Amma demək istədiyim odur ki, bugün İran məsələsi həll olunmasa, səhəri gün yenidən İran Amerikaya qarşı nəsə addım atacaq. Yenidən nəsə təxribatlar törəyir. İndi özdə bilirsiniz, hərbi texnologiya ilə inkişaf edib ki, artıq bəlkə də qitələr arası raketə ehtiyac yoxdur. Bu günlərdə bir məlumat yayıldı ki, onlar İran tərəfi hədələdi ki, gəmilərlə dronlar göndərib Kaliforniyanı vura bilər. Yəni, Amerika sahillərinə qədər gelib çıxmaq imkanımız var. Yəni, ona görə də bu məsələ öz həllini tapmalıdır. Bu və ya digər formada onu həll etməlidir. Aydındır. Müşfiq bəy, sizə minnətdarlığımızı bildiririk dəvətimizi qəbul etdiyiniz üçün və mövzunu olduqca geniş şərh etdiyiniz üçün. Çox sağ olun. Sağ olun. Belə, əziz izləyicilər, qonağımız siyasi ekspert Müşfiq Abdullah bəydir və biz onunla həm İran daxilində Sepah, Bəsic kimi ordu qruplaşmaları, əsas hərbi dayaqların demək olar ki, İsrailin zərbələri nəticəsində top yekun aradan qaldırılması, yəni əsas hərbi elitanın nümayəndələrinin aradan qaldırılması, öldürülməsi məsələsinin və bu prosesin təbiidir ki, İranın müdafiə imkanlarına nə cür təsir edə biləcəyini, bütövlükdə rejimin dəyişmə potensialı hansı dəyişikliklərlə üz-üzə ola bilər, bir çox sualları da Müşfiq Abdullah ilə müzakirəmiz zamanı aydınlaşdırmağa, cavabını tapmağa çalışdıq. Siz də bizi canlı olaraq Uydupek və YouTube kanalları üzərindən izləmiş oldunuz. Əziz izləyicilər, YouTube kanalı canlı şərh bölməsində də aktivliyinizi unutmayın, fikirlərinizi mütləq şəkildə yazın, oxuyuruq, dəyərləndiririk və təbiidir ki, onlayn platformada da verilişimizi bəyənərək, paylaşaraq Günas TV onlayn YouTube kanalına abunə olaraq siz bizə dəstək göstərə bilərsiniz və bizim qətiyyən hər hansı bir kommersiya və maliyyə marağımız mövcud deyil. Belə, əziz izləyicilər, beləcə verilişimiz burada başa çatır. Siz isə gündəmdən xəbərdar olmaq üçün gözünüz, diqqətiniz elə Günas TV-də olsun. Növbəti buraxılışda görüşənədək.